Salam aleykum kanalımın əziz dəyərli xanım izləyiciləri. Yeni videomda hər birinizi xoş gördüm. Gördüyünüz kadrları çoxdan çəkməyin baxmayaraq onları paylaşmaq Ramazan ayı nəsib oldu. Bizləri yenə də Ramazan ayını çatdıran Rəbbimə sonsuz həmsənalar olsun. Allah'ın bizi bu ayda gözəl şəkildə ibadət edib, Allah'ın rızasını qazanıb, bağışlanaraq bu aydan çıxanlardan etsin. Allah bütün gözəl dualarınızı, xeyirli dualarınızı, oruclarınızı, ibadətlərinizi qəbul eləsin. Amin. Bu videonu əslində həftənin 3-cü gündən nəzərdə tutmuşdum ki, paylaşım. Amma ki, hər şey biz istədiyimiz kimi getmir. Yəni hər bir şey Allahın əlindədir. Ona görə də yenə də yəni Allahın istədiyi kimi oldu. Mənə bu videonu paylaşmaq qismət olmadı. Gəldi yenə də döndü dolaşdı. 6-cı gün mən bu videonu paylaşdım. Çünki üst-üzə sağlıq xəstələndim. Yəqin səsimdən də hiss edirsiniz. İndi səsimə görə də biraz üzr istəyirəm sizdən. Telefonumda o qədər video yığılıb qalıb ki, onları istəyirdim ki, heç olmasa həftədə 2 video paylaşaraq o videoları bitirim və sizlərlə artıq real zamandan video paylaşa bilim. Amma ki, bu hələ ki alınmır məndə. Eybi yoxdur, yəni olana şükür. Yenə də yəni həftədə bir dəfə də video paylaşırımsa, mənim üçün əslində bu böyük bir şeydir. Amma bu aralar özümə söz vermişəm ki, ümumiyyətlə yeni video çəkməyəcəm. Çünki mən bu tərəfdən video çəkdikcə, o tərəfdən videolar gecikdikcə yenə də elə yığılır qalır. Mən heç cür sizlə artıq real vaxtdan, yəni real vaxt dedikdə ən azı heç olmasa 2-3 gün gecikməklə video paylaşa bilsəm, bu məncə daha yaxşı olar. Nəinki bir ay bundan qabaqki ya 2 həftə bundan qabaqki videoları paylaşmaq. Düzdür, biz Ramazan ayındayıq. Onda yəni söz verə bilmirəm ki, bu ay mən nə qədər aktiv ola biləcəm. Yəni vaxt edə bildikcə nəyisə atmağa çalışaram, amma Ramazan ayında çox belə işlərə sərf etmək istəmirəm, nə yalan deyim. Çünki hər bir gün dəyərlidir bizim üçün. Qayıdıram videoma. Videodakı qızlar gördüyünüz kimi motivasiya videosudur, təmizlik videosudur. Düzdür, belə videolar məndə çoxdur, amma yəni kanalımın mövzusu olduğundan yeni düşündüm ki, eybi yoxdur. Yəni motivasiya videosu olsa da qoy olsun. Baxım gördüyünüz kimi çox dağınıq vəziyyətdədir. Əsasən məndə bu həftə sonları belə olur. Yəni uşaqları evdən yola salıram. Onlar həftə sonu istirahətə gedirlər, nənəskilə. Ona görə də onları yola salmışdım. Qabaq ev baxın belə darmadağın olur. Bəzi insanlar ümumiyyətlə düşünürlər ki, belə darmadağın vəziyyəti biz özümüz, yəni blogerlərdə, yəni biz özümüz belə dağıdırıq. Sonra çəkməyə bir şey olsun deyə biz onu videoya çəkirik. Yox, əslində bu vəziyyəti yaratmaq elə də çətin deyil. Yəni adi bildiyiniz həyatdır. Yəni evdə şükür Allaha həyat qaynayırsa, evin içi də həm dağınıq olan vaxtı da olur, təmiz olan vaxtı da olur. Sadəcə burada yəni bir hal ola bilər ki, misal üçün mən ilk videolarımda demişdim ki, mən bloger olandan sonra sanki pintiləşmişəm. Bunu yəni nəyə bağlayıram? Çünki əvvəllər video falan çəkməyəndə bir yer dağılırsa oranı sırazı yığışdırırdıq. Təmiz qalırdı, hər bir yer təmiz qalırdı. Şkafların için bir iş olan kimi o işi görürdük. Amma indi elədir ki, hələ ki təmizlik kontenti çəkən bir insan üçün misal üçün bir iş olur, deyirəm ki, yox, qoy qalsın, saxlayım, video çəkərəm, onda yığaram. Ona görə də baxın, bu belə üst-üstə yığılır və öz-özlüyünə sonda bu hala gəlir. Yəni bunu yəni qəsdən etmirik. Əslində sadəcə video çəkmə niyyəti ilə bu üst-üstə yığılıb qalanda baxın bu belə yəni bir dağ işi yaranır ortada. Əslində bu yaxşıdır. Yəni əgər bir insan motivasiya kontenti çəkirsə, deməli belə bir şey çəkmək lazımdır. Yəni təmiz evi yığışdırmağın düşünürəm ki, heç bir kəsə bu yəni bir həvəs gətirmir durub iş görməyə. Əslində dağınıq yeri təmizləmək daha yaxşı həvəs gətirir insana. Hətta mən deyərdim ki, evə qonaq gələndə, böyük qonaqlıq onda, o qonaqlıqdan sonraki o bir eşalon qab yığılır, ev dağınıq olur istərsiniz. Mən o qədər sevirəm ki, o qabları yumağı qonaqlıqdan sonra. Yəni hamı yatandan sonra bütün yığışdırıram stolun falan üstünü, qabları düzürəm bir yana, başlayıram və onu yuyuram və bu sanki mənim üçün bir terapiya kimi gəlir. Çox xoşum gəlir. Yəni çox dağınıq ev yığmağa. Az dağınıq olanda onu o qədər də yığışdırmaq həvəsim olmur. Amma belə çox dağılmış yer olanda onu yığmaq çox xoşuma gəlir. Bu arada qızlar, videoda görürsünüz ki, karşa pişirirəm. Onu mən yuyuram. Bilmirəm, bəlkə bəzilərinə qəribə gələ bilər, amma mən həmişə yuyuram. Ən azı çalışıram ki, 1-2 sudan onu çıxardım. Çünki o istər-istəməz yəni zavodda mı deyim, fabrikdə, harda ki bu istehsal olunur. Mənə elə gəlir ki, o bilirsiniz, yəni əmin deyiləm də ki, o təmiz yerlərdə olub, onu təmiz yerlərlə yığıblar. Çünki biz ən azından çayların necə istehsal olduğunu mən bir videoda görmüşdüm ki, onu belə yerdən yığırlar lapatkalarla, elə doldururlar paketlərə.
Eynən də bu, yəni taxıl məhsuludur da, taxıl kimi bir şeydir. Düşünürəm ki, bu da yəqin hardasa yerlərdən yığılır, eləyir. Skladlardan, yəni istər-istəməz onun üstündə nə bilim, nədirsəz gəzə bilər. Düzdür, bu mikrobları öldürmür yumaq. Sadəcə sırf onun tozunu almaq niyyəti ilə. Hətta görürsünüz, mən burada kaşanın köpüyünü də çalışıram götürüm. Onun üstündə yəni çox köpük yığılır, onu çalışıram götürüm. Və birinci suda qaynadıram. Yəni mən həmişə gec qaynayanı alıram. Ən azı 20 dəqiqə qaynama müddəti olan ovsyankanı alıram. Yəni sizə də məsləhət görürəm ki, 2 dəqiqə, 3 dəqiqə qaynayan kaşaları almayın, çox zərərlidir. Yəni zərərli deyəndə bilin ki, heç bir faydası yoxdur. Amma belə uzun müddət qaynayanlar daha faydalıdır. Və birinci mən onu yudduqdan sonra su tökürəm üstünə. Suda biraz qaynayıb yumşalandan sonra üstünə ya süd əlavə edirəm, ya da süd yoxdursa qatlaşdırılmış süd həmişə olur evdə. Onu əlavə edirəm və o öz onun dadının tamını ona verir. Yəni əvvəlcədən süd töküb qoysam, o süd qaynayıb qutaracaq istər-istəməz. Çünki uzun müddət qaynayır. Və buna görə də baxın, burada mən həmişə belə edirəm, kaşanı belə bişirirəm. Və fürsətdən istifadə edərək buradan bəzi xanımların maraqlandırdığı bir suala cavab vermək istəyirəm. Düzdür, mən rəylərdə buna dəfələrlə cavab vermişəm, amma indi danışırıq, mövzu da açılıb, istəyirəm onu da cavablandırım. Bəzi xanımlar, ümumiyyətlə mənim videolarımda baxırlar ki, belə çalışıram sağlam qidalar, nə bilim, sağlam məhsullar, belə şeylər alım. Onlar elib düşünürlər ki, məndə yəni yeməkdə hər bir şey idealdır. Mən çox belə ideal sağlam qidalanan insanam. Yox xanımlar, qətiyyən bu belə deyil. Yəni əgər mən nəyinəsə bilmirəm səhv düşünməyinizə səbəb olmuşamsa, bilmirəm bu nə ilə bağlıdsa, o digər yəni yucu vasitələrdə misal üçün çalışıram çox ətirli, çox dərini qıcıqlandıran belə məhsullarla, ümumiyyətlə ətirlə ümumiyyətlə aram yoxdur. Çox ətirli şeyləri mən sevmirəm qətiyyən. Hətta onu istifadə etməyi də düzgün saymıram, yenə də deyirəm. Amma ki, yeməklərdə, misal üçün, əsasən yağ barədə qızlar soruşurlar ki, görürlər mən misal üçün duru yağla yeməkləri də qata bilirəm və yaxud da adi, yəni aldığım yağlardan ümumiyyətlə supersun yağını alıram və duru yağla da qızartmalarda istifadə edirəm. Yəni duru yağlar bilirsiniz, satışda olan yağların əksəriyyəti mənə görə demək olar ki, hamısı eynidir, qiymətləri fərqli olsa da. Çünki əgər bir yağ artıq rafinə olunubsa, artıq demək olar onun tərkibindəki bütün faydası gedib. Amma rafinə olunmamış yağ da ki, qızartmalar üçün yaramır. Çünki onu çox qızdırmaq olmur, o yanır. Onu ancaq soyuq yeməklərdə istifadə etmək olur. Yəni rafinə olunmamış yağı. Yəni dediyim kimi rafinə olunmamış yağda artıq əgər o təmizlənibsə, deməli bu o deməkdir ki, o qızartma üçün yararlı deyil. Ona görə də mən yəni baxıram cibimə uyğun duru yağı gedib alıram satışdan. Və deyirlər ki, yəni kərə yağı faydalıdır. Mən də bilirəm kərə yağı faydalıdır. Hətta bunu ala da bilərəm. Yəni düşünməyin ki, bunu bəlkə imkan çatmır, ona görə almıram. Düzdür, o yəni o faktor da ola bilər. Amma şükür Allaha, hal-hazırda mən əslində onu ala bilərəm. Çünki mən nəyə görə bunu deyirəm, ala bilərəm. Bizim evdə ümumiyyətlə bunu dəfələrlə demişəm ki, yemək az yeyilir. Yəni bizim uşaqlarımız az yemək yeyəndilər. Mən də yoldaşım da belə çox yemək yeyən deyilir. Yəni orta, normal. Yəni özüm baxıram ki, bizdə yemək ümumiyyətlə az yeyilir. Mən adicə 2 litrlik duru yağ alsam, o məndə hardasa 2 aya yaxın istifadə olunur. Yəni belə əgər kartofel fri, strips, belə şeylər pişirməsəm, nuggets falan da uşaqlara. Onu da ki, düzdür, bu aralar tez-tez pişirirəm. Çünki uşaqlar istəyir, özümüz də arada istəyirik. Gedib yəni satışdan onu almamaqdan ötürü evdə özüm hazırlayıram. Çox da gözəl çıxır. Yəni ona görə hə, yağ istifadə oluna bilər. Bol yağ tökürəm. Amma belə yeməklərdə ümumiyyətlə mən çalışıram yağı az töküm. Yemək özdə dediyim kimi çox az bişirilir bizim evdə. Ona görə mən deyirəm ki, istəsəm əslində mən kərə yağında eləyə bilərəm. Kərə yağını əridib onda bişirə bilərəm. Sadəcə mən qızlar kərə yağında bişirilmiş yeməyi yeyə bilmirəm. Ümumiyyətlə kərə yağı əgər isidilirsə, hətta şirniyyata belə kərə yağı qatılanda kremdən başqa. Əgər şirniyyat yəni kərə yağı əgər artıq ona isti toxunursa və ondan bilirsiniz belə qəribə iyi çıxır. O bilmirəm o iyi mən necə təsəvvür edim. Yəni bəlkə bilənlər, bəzi insanlar mənə başa düşərlər nəyi demək istəyirəm. Yəni o sanki mənə iyi gəlir. Həmin yeməklərdən də iyi gəlir, tam gəlir. Şirniyyatdan da eyni mənə tam gəlir. Ona görə yeyə bilmirəm qızlar. Yəni kərə yağında bişmiş yeməyi çox təəssüf ki, yeyə bilmirəm. Özümü çalışmışam, alışdırım. Bir-iki dəfə nə bilim çalışdım, qayğanaq bişirim, eləyim, kərə yağının içində eləyim. Amma baxdım ki, yox. Yəni o iyi mənə hiss edirəm. Ona görə də
yeyə bilmirəm onu. Ona görə baxın, yəni belə yağlardan artıq istifadə edirəm. Amma niyyətimdə var əslində, niyyətimdə var ki, özümü alışdırım kərə yağına. Yavaş-yavaş kərə yağını özümə alışdırım. Çünki zərərli olduğunu mən də bilirəm, çox ziyanlıdır. Amma çox insanlar da var ki, çox təəssüf ki, baxıram ki, hətta mən aldığım yağdan belə daha da zərərlisini istifadə edir. Mən onların heç birini qınamıram. Çünki insanların vəziyyəti yaxşı deyil bu dəqiqə. Yəni baxıram ki, çox qızlar, yəni mənə yazan qızları demirəm. Mənə yazan qızlar sadəcə yəni mənim yaşayış tərzimə görə yazırlar. Onlara sadəcə maraqlı gəlir ki, yəni hər şeydə sağlamlığa qaçan, ekologiyaya düşünən falan insan necə olur ki, belə yağ istifadə edir. Amma bəzi xanımların rəylərində insanlar görürəm yazırlar ki, bu ziyanlıdır, filandır, o yağları almayın, elədir, belədir. Yəni inanın ki, onu alan insanlar da bilir ki, o yağlar ziyanlıdır. Amma ki, insanların vəziyyəti, durumu bu dəqiqə yaxşı deyil. Ona görə də hər insan çalışır ki, öz yəni gününü qurtarsın sadəcə. Yəni hər bir insan istəyər ki, getsin misal üçün ana bala yağı almasın, nə bilim kristianski yağ almasın, getsin ən təmizindən getsin kərə yağını alsın, yeməyini onda bişirsin. Amma deməli hər kəsin, hər hamının, bütün ailələrin durumu buna müsait deyil. Ona görə çox xahiş edirəm ki, yəni ümumiyyətlə rəylərdə yazanda insanları düşünün yazın. Hər insanın durumu eyni deyil. Yəni yenə də təkrarlanıram ki, o insan da istəyər ki, getsin ailəsinə ən yaxşısından alsın, ən yaxşısını yedirsin. Amma bizdə hal-hazırda həmd olsun Allaha, bunu yəni özündən razılıq əlaməti olaraq demirəm. Sadəcə ailəmizin yeməyinə uyğun mən bilirəm ki, əgər bəlkə də biz də çox yeyən olsaydıq, mən onu çatdıra bilməzdim. Əgər bizdə elə çox yeməklər bişsəydi, eləsəydi, bəlkə mənim deyərdim ki, hə, imkanım yoxdur kərə yağından eləməyə, ona görə də eləmirəm. Amma bizim yeyintimizə baxanda mən bilirəm ki, mən 1 kilo kərə yağı alıb onu əritsəm, yəni o mənə bir aya, ən azından bir aya o mənə tam görər yemək bişirməyə. Amma sadəcə problem mənlə bağlıdır. Mən buna heç cür alışa bilmirəm. Yəni kərə yağının dadına alışa bilmirəm. Ona görə də hələ ki belədir. Yəni sadəcə istədim bunu da buradan tam belə açıq şəkildə izahat verim qızlara. Artıq baxıram ki, videonun da sonuna yaxınlaşırıq. Bu dəfəki videom qısa oldu. Adətən hardasa 20 dəqiqədən artıq olurdu. Amma bu dəfə qısa oldu. Çünki çox hissələri sürətləndirdim ki, yorulmayasınız, bezməyəsiniz videodan. İnşallah gələn videolar yəqin biraz uzun olar. Ya da ki, elə belə olar. Yəni çalışıram 15, 20, 22, 25 dəqiqə arasında videolarımı saxlayayım. Yəni sizə də necə videolar xoşdursa, siz də istəyirsiniz yazın. Yəni hansı müddət, yəni qısa olsun, uzun olsun, necə videolar bəyənirsə yazarsınız. Mən çalışaram onun ortasını tutum. Yəni o formada videolar buraxım. Gözəl rəyləriniz üçün buradan yenə də hər birinizdən Allah razı olsun. Baxıram nə qədər xoş sözlər yazırsınız. Yeni izləyicilər gəlir. Çox üzr istəyirəm, hansılara ki, gec cavab verirəm qızlar. Yəni oxuyuram, bütün rəylərinizi oxuyuram. İnanın, sadəcə cavab yaza bilmirəm, gecikdirirəm bəzi rəyləri. Bu mənə əziyyət verir həqiqətən də. Çox belə özüm vicdan azabı çəkirəm ki, yəni insanlar vaxt ayırıb mənə o boyda xoş sözlər yaza bilirlər. Mən onları cavablaya bilmirəm. Buna görə də çox üzr istəyirəm. Amma bilin ki, bütün rəylərinizi oxuyuram. Bütün rəyləriniz dəyərlidir. Allah hər birinizdən razı olsun. Vaxtınızı ayırırsınız, baxırsınız, hələ bir üstəlik rəy də yazırsınız. Videonu sonlandırmaq istəyirəm. Növbəti video ümid edirəm ki, inşallah ki, Allahın izni ilə həftə sonu yenə 6-cı günü yəqin ki, paylaşma edərəm. Yəni artıq söz verə də bilmirəm. Çünki Ramazan ayındayıq dediyim kimi, qabaqcadan danışmaq istəmirəm. Amma yenə də çalışaram, əlimdən gələni edərəm ki, həftəyə ən azından bir video heç olmasa paylaşım eləyim. Növbəti videolarda görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Allah'a əmanət qalın.